və türk xalqı onları bir növ yüksəyə qaldırdı. Fransa ikinci hissə Olisenin yerini dəyişərək çox gözəl taktika işlətdi. 39 oyunda ki, Mərakeş məğlub olmur. 22-də Səudi Ərəbistan, 30-da Argentina. Dedim udacaq Argentina, baxarsınız. Fransa ilə finalda utdu. Amma bir Ronaldo fanatı olaraq deyirəm ki, artıq Ronaldo əgər milli komandasını düşünürsə, geriyə çəkilməlidir bir addım. O Messi rahat oynaya bilsin deyə şərait yaratdı. Hər kəsə salam. Bugünkü verilişimizə biraz biz əslində yaxşı başlamırıq. Çünki bugün səhər, yəni bu videonun çəkildiyi tarixdə Türkiyənin ikinci oyununa baxıb gəlmişik və artıq məlumdur ki, Türkiyə qruplardan çıxa bilmədi. Yəni bu veriliş biraz bizim üçün kədərli oldu. Yəni heç gözləmədiyimiz bir hadisə oldu. Bu gün mənim qonağım burada Emindir və bu gün biz bu günə qədər olan oyunlar haqqında müzakirələr aparacağıq və əsas da günün mövzusu demək olar ki, Türkiyədə. Emin, necəsən? Yaxşı. Xoş gəlmisən studiyamıza. Xoş gördük, dəvət üçün ilk öncə ilə başda təşəkkür edirəm sizə. Baxdığın oyuna. Mən baxmaz olaydım. 2 oyun baxmaz olaydım. Avstriya maçı, bu oyun həmçinin Avstriya oyununda, yəni açıq-aşkar bilinirdi ki, taktiki cəhətdən heç bir hazırlıq olmayıb. Yəni Ardanın sağda başlamağı, Kənanın solda sonradan oyuna girməyi, Kərəmin istənməməyi. Bu oyunda həmçinin Denizgül sonradan girdisə də oyuna əslində, yəni hücum cəhətdən komanda plansız idi sanki. Bir B planı yox idi Montella'nın. İndi biz özümüz cəhətdən fikirləşdikdə biz biraz daha relaks danışırıq, amma Türkiyənin hazırda həm mətbuatı olsun, həm orada dünya çempionatı çəkən bütün proqramlarda yəni üstlərinə gedirlər onların. Belə deyim də, məsələn sən dedin oyunçular özü hazırlıqsız idi. Mən oyuna baxdım, hardasa birinci hissənin sonlarından başladım baxmağa. Baxdım ki, 1-0'dır da. Çəkdim biraz arxaya, gördüm ikinci dəqiqədə qol buraxıb Türkiyə. Oyuna 1-0 geridə başlamaq. Başlayan kimi qolla başlayıb. Ümumiyyətlə Türkiyənin problemi bilsən nə idi? Bütün futbolçular öz günündə deyildi. Necə? Bax Ardanın udarı, belə deyək də, zərbəsi müdafiədən qayıdır. Kənan ümumiyyətlə dağa daşa vurur. Sonra kim var idi o? İçəri orta qaldırırlar, içəri ara kəsmə eləyirlər, ötürürlər, kəllə vura bilmirlər. Bir-iki dənə epizod oldu. 2 dənə oldu. Merih axırıncı dəqiqədə vurdu. Ondan sonra da qol olmadı deyə ağladı, göz yaşları. Bir də Dənizgül bir dənə vurdu, o da girmədi. Biraz elə bir Türkiyənin bəxti gətirmədi yəni. Bəxtdən də əlavə əslində lap arxa plana keçsək, həm topsuz oyunu birinci analiz edildikdə, yəni Türkiyənin həm Avstriya, həm bu oyunda oyun planı heç bir işə yaramadı. Yəni bu futbolçular oyun planı yox idi ki, demək olar. Əslində var idi. Sadəcə iş orasıdır da, hazırlıqsız gəlməyin nəticələri budur. Məsələn, Avstriya oyunu öncəsi Avstriya oyunçusu deyir ki, onların Dünya Kuboku təcrübəsi yoxdur. Hamı bunu elə qarşılayır ki, hörmətsizlik edirlər, şeylər. Amma oyunçunun həmən açıqlamasının 2 cümlə əvvəlinə baxıram. Əməl başda bütün oyunçuları tərifləyir, deyir Türkiyə ciddi rəqibdir. Ki, bu təcrübəsizlikdə məhz bunu deyirdi ki, bu komanda rəqiblərinə qarşı çox ciddi yanaşmır. Paragvay oyununda bilirsən ki, 4-4-2, hamı sıx bir-biri ilə təmaslı fiziki cəhətdən oyun. Əsasən də komandanın bu oyun, keçən oyun bir Kənanı deyə bilərdim, amma bu oyun nə Arda, nə Hakan, nə Kənan, nə yəni komandanın əslində həm lap arxa planına, Dünya Kuboku əvvəlinə geçsək, əslində federasiyada da çox böyük səhvlər var. Yəni sən bir federasiya prezidenti kimi, yəni ən azından məşqçini rahat işləməyə qoymalısan bir. Sonra komandada bəzi oyunçular var ki, niyə oynamamağına rəğmən çağırılıb və heç bir şey yaramadı bu iki. Bunların içində çağları var. 2 il əvvəl mən Beşiktaşlıyam, amma şəxsən deyirəm ki, Məşqinov 2 ildir heç bir şey yaramır. Aral Şimşir niyə yoxdur? İrfancan Kahveci bu mövsüm Kasımpaşada heç nə eləmədi. Fənərbağçada 2 il əvvəl var, çox yaxşı idi. Başakşehirdən də tanıyırıq və çox potensialı olduğunu bilirik, amma bu komandaya nə işə yarayacaq? Aral Şimşir ola. Salih Özcan həmçinin Dortmundda bu mövsüm sadəcə oyuna sonradan girir. Yəni onun yerinə niyə Demireci çağırılmır Braqada? Bu mövsüm Avropa Liqası yarı finalına qədər Braqa ilə oyunlar oynayıb təcrübəsi var. Türkiyə məsələn 2 oyun ərzində, ümumi oynadığı 2 oyun ərzində qapıya 62 zərbə vurub və bir qol vura bilməyib. Və Haitidən sonra ən zəif nəticə göstərən hal-hazırda ikinci komandadır və Haiti ilə bir yerdə artıq Dünya Kubokuna vida dedi də, yəni əlvida dedi. Bayaqdan sən məsələn deyirsən ki,
filan oyunçunu niyə çağırmayıblar, filan oyunçunu niyə çağırmayıblar. Bunlarda çox haqlısan. Yəni baxıram ki, Türkiyə haqqında geniş analiz eləmisən, oyunçuları yaxşı tanıyırsan, həm də Türk komandasını azarkeşsən deyə lap dərindən tanıyırsan. Amma burada bir nüans da mən sənə deyim. Türk millisinə xəbərim var da yəqin ki, villalar verdilər bütün oyunçulara ki, Dünya Kubokuna. O səhvdir əslində. Bax, mən də sözüm ora gəlir də. Götürüb hamısına villa verdilər. Plus götürdülər, nə bilim, dayanmadan reklamlar çəkildilər. Sonra bəzi futbolçular YouTube başladı podkast tipli videolar çəkməyə və Türk xalqı onları bir növ yüksəyə qaldırdı. Və birdən-birə də birinci oyunda uduzanda onların üzərinə elə yükləndilər ki, sosial mediada aparıcılar olsun, vətəndaşlar olsun. Birinci oyundan sonra ümumi olaraq Türk futbolçularına milli komandaya psixoloji baskı deyirlər, mobbing deyirlər. Bu mövzu mənə şey yaşatdı. 2020-də Avro çempionatı dejavu oldum mən. Ay sağ ol. Onu yaratdılar Türk futbolçuların üzərində. Bir növ birinci oyundan sonra, birinci məğlubiyyətdən sonra futbolçular sıxdılar. Gördüm bir çoxu saç stilini dəyişdi. Bığ uzadanlar bığını kəsdi, nə bilim saçını rəngləndirənlər saçının rəngini yenidən qaytardı. Mobbing oldu da Türk xalqı biraz hər şeyə deyinəndir. Ay sağ ol. Çünki əslində arxa planda məhz bu oyunçuların möhtəşəm sezon keçirdiyini görürük, amma yüngülvari X-də, yəni köhnə adı ilə Twitterda gəzəndə görürük ki, əslində bu oyunçular oyunçu deyil. Amma bir nüans var ki, bütün Türkiyənin tarixinin birinci başlayaq bu 62 vuruş məsələsindən, Dünya Kuboku tarixində bu qədər vuruş eləyib, hücum eləyib, nəticəsiz eləyən komanda yoxdur. Türkiyə burada ilkdir. Bu bir. İkincisi, antirekorddur da. Sərdar Ali Çeliklərin proqramına baxdım, o da deyir. Deyirsən haidsən, sənin çıxışın yoxdur buradan. Sən haid oldun. Bu komanda haid oldu həqiqətən. Yəni belə deyək də, Türkiyədən də zəif bir şey var. Türkiyədən də zəif olan komandaların bir xalı var. Copa Verde var da məsələn, o səhv eləmirəmsə adını səhv deməyim. Copa Verde bir xalı var. Türkiyənin o da düzdür, Vozinha şey var, amma şorasıdır da. Deyirlər, oyunçuların açıqlamalarında çoxsu deyir ki, Twitter'a girə bilmirik. İraqdan danışaq, düz Norveçə 4-1 uduzdular. Amma onun 9 nömrəsi hücumçu, adlı yadımda deyil. Onun bir dənə sadəcə həyat hekayəsini qısaca araşdırın. Yəni adam elə yerlərdə elə problemlərdən gəlir. 9 saat, hələ mən yüngülvari şey deyirəm ki, bu adam 9 saat axtarışdan sonra gəlib bir də Dünya Kubokunda açılışdı. Ümumiyyətlə bu Dünya Kuboku çox möcüzələrlə yadımda qalacaq. Həm biraz nifrət elədiyim Dünya Kuboku oldu bəzi problemlərə görə, həm də çox sevindiyim. Məsələn, elə o qapıçının hal-hazırda Instagramda adı nə idi? Vozinha. 15 milyon izləyicisi var. Noyerdən də çoxdur izləyicisi. Sağ ol. Artıq anasını belə gətizdirdilər Dünya Kubokuna, vizasını aldılar. Ona qəşəng bir dənə burdan bura, bir dənə qəşəng bir sülyət hazırlayıblar. Adam ölkənin qəhrəmanıdır. Yəni bu Dünya Kuboku bir tərəfdən də məni sevindirir. Yəni əvvəlki heç bir Dünya Kubokunda belə hadisələr baş verməmişdi. Gəl Türkiyədən danışdıq, çox danışdıq, danışsaq bitməz əslində. Burada qarşımda mənim qruplar var. A qrupunda hal-hazırda lider Meksikadır və artıq qrupdan çıxmağı 100% qarantili Meksika çox pozitiv futbol oynayırlar əslində. İlk oyun düzdür Afrikanın çox səhvləri oldu. Afrika, yəni gördük ki, bu turnirə tam da elə Türkiyə kimi hazır deyil. Ona görə də qrupun sonuncusudur Afrika. Amma Meksikanın oyununda əsasən onu deyə bilərəm ki, yəni əgər bu cür davam eləsələr, son 16-ya gedərlər, amma 4-1 çətin məncə. Ümumi olaraq bütün ev sahibi ölkələr, Meksika, Kanada, ABŞ hamısı liderdir. Sadəcə Kanadanın 4 xalı var. Burada İsveçrə ilə bərabərdir xalı, amma o da qrupdan çıxmağa artıq qarantilib deyək. Burada mənim qəlbimin, mənim ürəyimin qalibləri, yəni onların demək olar ki, bəlkə də imkansız olsa da kuboku qazanmaqları Cənubi Koreya ilə Yaponiyadır. Mən Asiya ölkələrinə ümumiyyətlə çox fərqli baxıram. Yəni Asiya ölkələri sistemi çox qəşəng qruplar. Çox mükəmməl. Ümumiyyətlə Montella biraz o Yaponiya məşqçisindən bir baxıb nəsə bir şeylər öyrənməlidir. Yəni bütün oyun boyu qeydlər. Oyunda səslər yox, qeydlərdən də əlavə o 4-5, 2-3. Ay sağ ol, hə, kodlar verirdi. Nəsə gizlin kodlar. O deyil, birinci yayıldı ki, xəbərlər nə 5 dəqiqə qalıb, 3 dəqiqə qalıb, əlaqəsi yoxdur. O yekə skorboarddur. Onu da görürsən, orada ay sağ ol. Messi hat-tricklə yadda qaldı. Messinin bu hat-trickindən sonra da yüklər, gözlər daha doğrusu. Messinin bu hat-trickindən sonra da gözlər çevrildi Ronaldoya və bizim 41 yaşlı əfsanəmiz heç nə eləyə bilmədi. Burada bax belə deyək. Messi doğuşdan futbolçudur. Doğuşdan istedaddır. Bunu mən qəbul edirəm. Amma Ronaldo sonradan futbolçudur. Bu əzmin, çalışqanlığın nəticəsidir Ronaldo. Və 41 yaşlı bir futbolçudan nə gözləmək olar soruşanda ona da cavab verirlər ki, bəs Messi necə oldu? Ronaldo artıq yəni
belə deyək, tempini aşağı salır. Messi doğuşdan futbolçu olduğuna görə, onun belə deyim də, onun çox məşq eləməyinə ehtiyac yoxdur. Onun komanda yoldaşları belə deyirlər ki, Messi stadionda istəmək olar ki, məşq eləmir. Çünki bu insan, yəni futbolçu olaraq doğulub. Amma Ronaldo yox. Və belə deyim, bundan sonra da Ronaldo özün baxdın yəqin ki, oyuna necə pis olmuşdu, hətta ağlamaq dərəcəsinə çatmışdı. Və Portuqaliyanın vəziyyəti bir növ Ronaldodan asılıdır hal-hazırda. Çünki mən oyuna baxdım, ancaq istəyirdilər Ronaldoya pas versinlər, futbolçular elə hiss edir ki, Ronaldoya pas verməlidirlər, o qol vurmalıdır, yenə rekord qırmalıdır, amma bu belə deyil. Mən özüm Real Madrid fanatıyam və Ronaldo fanatıyam bir növ. Amma bir Ronaldo fanatı olaraq deyirəm ki, artıq Ronaldo əgər milli komandasını düşünürsə, geriyə çəkilməlidir bir addım. Həqiqətən mən bunu düşünürəm. Bunun tərəfdarıyım. Biraz mən mövzudan açım istəyirsən. Birinci Argentinanın sistem oyununa baxsaq, Messi üçün əməlli başlı 10 nəfərin birdən o Messi rahat oynaya bilsin deyə şərait yaratdı. Amma biz Ronaldo üçün qayıtsaq 2018-in dünya çempionatına, Quaresma'nın oyundan sonra bir açıqlaması var. O əslində hər şeyi ortaya qoyur. Deyir, Ronaldonu taxtından eləmək istəyən içimizdə xainlər var. Mən Messi fanatıyam, amma Ronaldo həqiqətən də doğru sistemdə ki, Ronaldonun bu oyunu əslində tam 5-6 ildir bu belə oynayır. Ona pas ver, o vursun. Amma ki, iş orasıdır da. Birinci mən burada Portuqaliya məşqçisini təbrik edirəm ki, bu bir oyunçuya bu qədər şans vermək, risk almaq hər oyunçunun işidir. Çünki Ronaldosuz Portuqaliya daha yaxşı oynayar. Çünki hazırda dünyanın ən güclü komandasında oyunçular bir növ Portuqaliyadır. Vitinha olsun, Fernandes olsun. PSG-nin oyunçuları çox zordadır. PSG nə oynayır? 11 nəfər qaçır, bir-biri üçün qaçır, xətalarını düzəldir. Pres eləyir. Amma Ronaldo nə qaçacaq halı var, nə pres halı var. Deyək ki, Ronaldoya verəsən o boş qapı da vursa, qolçuda o şey var ki, vurmalıdır da boş qapı. 2-3 dənə epizod var ki, Ronaldo onu da vuramır. Düzdür, baxdım ona. Denizgülün performansı Ronaldodan daha yaxşıdır. Qapıya dəqiq udarı olmadı, qapıya dəqiq zərbəsi olmadı. Yəni bəzən əslində zamində olması, indi rusca deyirəm. Ehtiyatda olması daha yaxşıdır. Məsələn, Neymar elədi. Braziliyanın 2 oyunudur, Neymar ehtiyatdadır. Motivasiya olurdu amma orada amma taktika verir. Çünki görüb buraları, keçib buraları. Rafinha var, pres gücü, maşın kimi. Vinicius var, Mərakeşlə oyunun qurtarıcısıdır demək olar. Yəni bir sözlə Ronaldo məncə son dünya çempionatında mən gözləyirdim ki, dünya kuboku qazanırlar, amma Portuqaliya dünya kubokunu qazanmaq istəyirsə, Argentinada olduğu kimi bütün komanda yoldaşları Ronaldodan arxasınca danışmaqdansa, nəsə eləməkdənsə onun üçün ya da komanda üçün, milliyyət üçün savaşmalıdır. Məsələn, Braziliya dediyin hal-hazırda C qrupunda Braziliyada 4 xalı var, Mərakeşin də 4 xalı var, birinciliyi bölüşürlər. Haiti ümumiyyətlə Haiti ilə danışmağa dəyməz, yəni və Şotlandiya. Haiti sonuncu yerdədir, Şotlandiya üçüncü yerdədir. O qrupda hər iki oyunda ilk həftədə çox maraqlı keçdi Braziliya, Mərakeş oyunu. Vinicius, mən belə performans gözləmirdim. Əslində Viniciusun qol atmasının səbəbi Mərakeşin getdiyi riskə görə oldu. Mərakeş hakimini əslində PSG-də də olduğu kimi ingilis dilində şey deyirlər, full back finisher. Yəni bitirici backdə, bitirici zaşnik, cinah müdafiəçisi fərqi yoxdur. Riskə getdilər, hakimidən daha yaxşı faydalanmaq üçün. Vinicius da boşluqdan istifadə elədi. Amma ən sevdiyi şey də elə onu. Amma riskin də bir nəticəsi oldu ki, Mərakeş də fərqləndi. Mərakeş düzdür, mən son Afrika çempionatından sonra şəxsən onlara biraz simpatiyam azaldı. Mərakeş, ümumiyyətlə bir şey deyim, sözü də kəsirəm. Hal-hazırda naməğlub 39 oyundur ki, naməğlub olan yeganə ölkə. Hələ məşqçi də dəyişiblər. 39 oyundur ki, Mərakeş məğlub olmur. Heç nə, keçək Fransa Senegala. Senegal Fransa elə komandadır ki, ilk 45 dəqiqəni bu qədər bərbad oynaya bilməzlər. Fransa A qrupundaydılar. Fransa ikinci hissə Olisenin yerini dəyişərək çox gözəl taktika işlətdi, nəticəsini də gördü. Mbappe yenə öz sözünü dedi. Qol kralı olmaq yolunda gedir. Bir çempionat daha olsa Messinin bu çempionatdakı statistikasından asılıdır. Çünki bəlkə bilmirik, Scaloni zədələnmədən qorxduğu üçün. Çünki Messi ilə həmən Əlcəzair oyununda da oyundan çıxanda qəşəng bir şey elədi ki, mən öz missiyamı yetirmişəm. İndi əslində o zədələnməyindən də biraz ehtiyatlı olmaq lazımdır. Fransa, bax belə deyim də, Fransa dünya ulduzlarından ibarət bir komandadır. Məşqçisi də çox yaxşıdır. Və Fransa, mən keçən verilişdə dedim, Fransanın ikinci ehtiyat hissəsini götürüb, ehtiyat oyunçularını götürüb, ayrıca bir komanda qura bilərsən.
O cürə bir komandadır. Qura bilərsən, amma oynatmaq var. Oynatmaq məsələsi qalır. Sadəcə yəni seçim çoxdur və Fransada nəyi necə eləmək çox asandır. Yəni əgər oranın məşqçisi ağıllıdırsa, istədiyi kimi oyunu qura bilər. Çünki əlində istədiyi tip hər oyunçu var. Hər oyunçu var əlində. Və Mbappe qol kralı olaraq görürəm mən hal-hazırda. Əgər Fransa doğrudan da finala qədər getsə, yaxşı bir yerə qədər getsə, qol kralımız məncə Mbappe olma ehtimalı böyükdür. Sadəcə bu Dünya Kubokun pis şeyi odur ki, Amerikada olmalıdır. Meksikaya baxırsan, Meksikada adi ilə belə Slavi Afrika komandasının şeylərlə qarşılayırlar. Çox qəşəng qarşılayırlar. Amerika, Almaniya kimi bir ölkəni, Almaniya kimi dünyanın ən disiplinli ölkəsini 5 dəqiqə axtarıblar. Mən videosuna baxdım üstünə. Noyerdən də əlavə Uruqvayı, Almaniyanı, İraqı, İraqla bu iki ölkə yan-yana eşidirsən ki, hamısını 7-8 saat axtarıblar, adama qəribə gəlir. O biraz hörmətsizlikdir. Almaniya demişik, Almaniyadakı 7-1 utdu da Kroasiya. O oyunun əsas maraqlı hissəsi. Amma Kroasiyanı təbrik edirəm, bir qol vurdu ən az. Bir qol vurdu. O Dik Advokatın oyun öncəsi biraz hörmətsiz açıqlamalar oldu. Bu oyunun əsas şeyi o idi ki, Dünya Kubokunun ən cavan məşqçisi ilə ən qoca məşqçisi arasında keçdi oyun. Kroatiyanın bura qədər gəliş hekayəsini eşidəndə hamıda sempatik qazansa da ki, Dik Advokat gəlməsəydi bu dünya çempionatına da gedə bilməyəcəklər, o ayrı məsələ. Və Almaniya Almaniyadır. Mən Kroatiyanın 7-1 uduzmağına baxmayaraq təbrik edirəm həqiqətən. Türkiyəni təbrik eləyə bilmirəm, amma Kroatiyanı təbrik edirəm. Türkiyə yox. Çünki yəni sən bir balaca bir ölkəsən və Noyerə gəlib bir qol vurmusan ən azı. Noyerə bir qol vurmusan və sən Almaniyaya uduzmusan, Paragvaya yox. Bax belə deyək də, indi Almaniya forması geyinsə oturmusan, səncə bu ilin qalibi birincisi kimdir? Almaniya deyərsən yəqin ki, formasını Mən son 2018-dən bəri bütün Avro Dünya çempionatlarında 18-də demişdim ki, uşaq ağlımdan. Demişdim Fransa niyyəti açıqlandı, dedim Fransa çempion olacaq, oldu. 2020-də İtaliyaya bir 2-3 oyun baxdım, İtaliya çempion olacaq dedilər, Fransa olacaq. 2020 İtaliya utdu. 22-də Səudi Ərəbistan uduzdu Argentina, dedim udacaq Argentina, baxarsınız. Fransa ilə finalda utdu. 24 Avro çempionatında dedim İspaniya udacaq, İspaniya utdu. Bu turnir elə turnirdir ki, heç nə deyə bilmirəm, hələ bir həftə keçib. Mənim ən böyük hələ ki 3 favoritim var ağlımda. Kimlər? Argentinadır, Fransadır. Almaniya çempionatlarda görürəm ki, artıq biraz şeyləri var. Amma bu turnirin məncə maraqlı komandası Yaponiyadır. Əsas Yaponiya. Üçüncü olma ehtimalları belə var. Əslində var. Yaponiya çox yaxşı oynayır. Yaponiya çox yaxşı. Bax, indi şeyə toxundun sən Argentina söhbətinə və Argentinanın dünya çempionu olmasına. Messinin və şeyini gördüyündə qırmızı kart müzakirəsini. Səncə qırmızı kart var idi Messinin hərəkətində? 100% qırmızı. O qırmızı o fosfor kartdır. Ay sağ ol. FIFA. Və mən Messisi olaraq deyirəm. Amma şurasıdır da, orada artıq win-win söhbəti var. Dünya çempionatıdır. Qırmızı kart verdim Messiyə. Infantino olmasam da bir FIFA'nın marketinq departamentində bir baş bilənsən. 3 oyun oynamayacaq. Messiyə, hamı Messiyə görə baxır. Cəmaət 5 saat gecə 5-də durmağının səbəbi 2-də Messidir. 2 dəqiqə də. 3 qol, yəni vurdu. Türkiyədən gözlədiyimiz şeyi Messidən aldıq. Messi 3 oyun oynamayacaq. Ha 2 oyun deyək, lap yaxşı. Qruplarda izləməyəsənsə niyə Argentinaya baxasan? Ya da Messinin PR-ını eləmək istəyib, oradan da pul qazanmaq istəyirsən ki, bu son Qətər 2026, Amerika 2034-də Suudi Ərəbistan olmalıdır. Bu üçü də məsələ pul üzərində qurulmuş çempionatlardır. Messinin məncə də o oyun hərəkəti penaltı idi və bundan əvvəlki Dünya Kubokunda da Messinin əlindən oynamasına baxmayaraq qırmızı kart və sair verilməmişdi. Və orada da Səudiyyə Ərəbistanda Kubokun Messiyə verildiyi, yəni müzakirələri gedirdi və əslində o oyunlara baxdığımızda dediyimiz şeylər çempionata çox təsir etməyən şeylərdir. O da ola bilər. Amma yəni burada finalda çünki keçən 2022-nin finalına baxdığımızda Fransa şey deyirlər, o şikayət eləyəcəklər ki, qol vurulanda oyunçular kənardan girirlər. İçəri girmişdilər. Amma şurası da Argentinada da girib. Dedim Fransanın 2 qoluna da baxın, orada da Fransalılar girir. Orada da Collina qəşəng deyir. Deyir bunun heç bu oyuna təsiri yoxdur. Buna görə niyə oyun təkrarlanır? Bu mövzular olacaq həmişə. Amma şurasıdır. Nə olursa olsun, nə bacardığın önəmlidir. Ronaldo fanatlarına deyirəm. Ronaldo həqiqətən də karyerasında inanılmaz şeylər bacarmış insandır. Həmişə. Hər sistemin oyunçusu olub. Messi də doğru sistemin oyunçusu olub. Messiyə doğru sistemi, doğru şəraiti yaratsaq, bunları eləyəcək ki, Scaloni bunu çox gözəl bacardı. Gəl bir şey açığı danışaq. 41 yaşımızda
41 yaşımızda çənəmiz yerə dəyəcək. Durub indi rekordlar qıran, fantastika yaradan bir futbolçunu biz burada pisləyə bilmərik və pisləyirlər də hal-hazırda. Pisləyə bilmərik. O sadəcə qocalır. O sadəcə ziyan verir hal-hazırda komandaya. Müasir generasiyanın şeylərdir, mənfi xüsusiyyətlərdir. Hər şeyə tənqid, hər şeyə etiraz ondan ola bilər. Emin, bu günləri mən sənə çox təşəkkür edirəm bizim dəvətimizi qəbul elədiyin üçün. Gəldin, biz burada çox maraqlı müzakirələr apardıq, danışdıq. İnşallah yenə səndən görüşərik, yenə gələrsən və artıq biz dünya çempionatının finalından sonra qalib komanda haqqında, qalib ölkə haqqında oturub səninlə danışarıq. Son olaraq futbol azarkeşlərinə, izləyicilərimizə bir sözün varsa son olaraq. Sən demədin, mən tamamlayıram. Səhifəni izləmədə qalın və bəyənin. Hype bilmirəm, hələ bizim ölkəmizdə hələ ki hype mövzusu yoxdur. Sizin favoritləriniz kimdirsə şərhlərdə yazmağı unutmayın. Ümid edirəm növbəti bölümlərdə maraqlı qonaqlarla görüşənədək. İnşallah. Sağ ol Emin. Sonda deyəcəyim sözləri sən mənim yerimə dedin. Sağ olun. Növbəti verilişlərdə, növbəti podkastlarda görüşərik. Özünüzdən müğayət olun. Futbolla qalın.